Gün ərzində sizi tox tutur, bol enerji verir. Həm də faydalıdır. Yeri gəlmişkən bunun içində 1 qram da olsun şəkər tozu yoxdur. Bu səhər yeməyinin hazırlaması üçün 2 xörək qaşığı chia, 2 xörək qaşığı yulaf, 1 xörək qaşığı bal, 200 ml 3,2% yağlıqda olan milla südü. Milla südü tam təbiidir. Yağlılıq nisbətinə görə fərqli kəsmiklərdən istifadə edə bilərsiniz. Mən millanın 9% yağlılıqda olan kəsmiyindən istifadə etdim. Üzərinə çiyələkli yoğurt qatdım. Bu fərqli dad gətirəcək. Labnə pendiri isə xüsusidir. Çox firmaların labnəsindən yemişəm. Millanın labnəsi isə bambaşqadır. Bu kremi süddə saxlanmış chia və yulaf üzərinə əlavə edəcəm. Onun üzərini meyvələrlə bəzəyəcəm. Yeri gəlmişkən həmin bu kremi dondurucuda saxlayıb uşaqlara dondurma kimi də təqdim edə bilərsiniz. Necə ki, bunu mən də belə elədim. Qalan bütün kremin hamısını dondurma edib uşaqlar üçün saxladım. İmsaka bir yemək düşünün. O yemək ki, süd məhsulları ilə hazırlanıb, yulaf və chia toxumundan ibarətdir. Hələ burada çərəzlər var, meyvələr var, gül qurusu var, ədviyyatlıdır, bambaşqadır.